Gündəlik istifadə etdiyimiz nəqliyyatda əməl etməli olduğumuz bəzi qaydalar var. Bunlardan biri yol nişanlarıdır. Yol nişanları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsipi etibarilə eynidir. Yol nişanları Azərbaycanda və dünyanın bir çox ölkələrində yol nişanları və siqnallar haqqında Viyana Konvensiyasına əsasən nizamlanır. Yol nişanları 3 qrupdan ibarətdir. Xəbərdarlıq, üstünlük və məlumat verici. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlaməti onların ağ fonlu, üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar, lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Bunların bir neçəsi ilə tanış olaq. İkitərəfli hərəkət nişanı, yol işləri nişanı, dairəvi hərəkətlə kəsişmə, piyada keçidi qadağandır, velosiped sürmək qadağandır, parking qadağandır, 50-dən çox sürətlə sürmək qadağandır, kameranın istifadəsi qadağandır, mobil telefondan istifadə etmək qadağandır, üstünlük nişanları yol ayrıcılarının yolun hərəkət hissəsinin kəsişməsini, habelə əks istiqamətdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildir. Məsələn, yolun iki tərəfli daralması nişanı, yolun sağ tərəfinin daralması nişanı, yolun sol tərəfinin daralması nişanı, sağa təhlükəli döngələr, sola təhlükəli döngələr, sağa təhlükəli döngə, sola təhlükəli döngə, yol vermənin məcburi olduğunu bildirən nişan, baş yol nişanı, baş yolun bitdiyini göstərən nişan, servis nişanları. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrindən bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə qruplaşdırılır. Yaşayış məntəqələrinin kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 km, 15-20 km və 400-800 metr aralıqda qruplaşdırılır. Yaşayış məntəqələrinin yollarında onlar əvvəlcədən göstərəcək obyektdən 100-150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə qruplaşdırılır. İlk tibbi yardım məntəqəsi, xəstəxana, içməli su, telefon, yanacaq doldurma məntəqəsi, parking, yol hərəkəti qaydalarına riayət edək. Yoxsa istənmədik qəzalarla qarşılaşa bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm.